6 ildir quru sərhədlər bağlı olan Azərbaycan turizm sektorunda geriləmə yaşayır. Rəsmi statistikaya görə 2025-ci ildə ölkəyə gələn xarici turistlərin sayı əvvəlki illə müqayisədə 51 min nəfər azalaraq 1,8 milyon nəfərə enib. Bu göstərici pandemiyadan əvvəlki 2009-cu illə müqayisədə isə 59% aşağıdır. Ən böyük azalma Rusiya və Hindistandan gələn turistlərin arasında qeydə alınıb. Bununla belə İsrail, Türkiyə və bəzi digər ölkələrdən gələnlərin sayında artım müşahidə olunub. Statistika göstərir ki, turizm gəlirləri də azalıb. 2025-ci ildə xarici turistlərin xərcləri 3,2 milyard manat təşkil edib ki, bu da əvvəlki ilə müqayisədə 4% azdır. Eyni dövrdə Gürcüstan turizm gəlirlərini 46% artıraraq 3,5 milyard dollara çatdırıb. Türkiyə isə turist sayını 64 milyon nəfərə yüksəldib. Müstəqil iqtisadçılar hesab edirlər ki, uzunmüddətli sərhəd məhdudiyyətləri Azərbaycanın region ölkələri ilə rəqabət imkanlarını zəiflədib.